inkişaf təkcə ölkənin pulunun çoxalması deyil. Əgər odursa meyar, Ərəbistanın pulu çoxdur. Cəmi 17 milyon əhalisi var. Qətərin pulu çoxdur. Bəli. Amma bunların heç biri inkişaf eləmiş ölkələr sırasında deyillər. Niyə? Ona görə ki, təkcə neft satıb, qaz satıb pul qazanmaq inkişaf etmək demək deyil. İnkişafın əsas meyarı binövrədən fundamentdə olan təsisatlardır, iqtisadi təsisatlardır. Bilirsiniz, istehsalın qeyri-neft sahəsində olan, çünki neft tükənən məhsuldur, qaz tükənən məhsuldur. Sabah bitsə, azın öləcəklər. Sənin texnoloji imkanların nə qədərdir? Sənin təhsilinlə sənayenin arasında münasibətlər necədir? Bəli. Yoxsa təhsilin qalıb 60-cı ildə saralmış bir dənə vərəqlə müəllim gəlib dərs deyir, uşaqlar da yuxlayırlar, biz də deyirik ki, universitetimiz var. O saralmış vərəqlə üzündən mühazirəni oxuyan müəllim var. Mühazirənin üzündən oxumaq eyib deyil. İndi inkişaf eləmiş ölkələrdə də mən baxmışam universitetlərində dərsləri YouTube qoyurlar. Müəllim üzündən oxuyur. O problem deyil. Yəni keçən əsrin məzmununa söhbət gedir. Bizim uşaqlardan biri magistraturada təhsil alır. Deyir müəllim 70-ci 80-ci illərin marksizm fəlsəfəsini dərs deyir elə fəlsəfədə müəllim. Fəlsəfə müəllimi xəbəri yoxdur dünyada nələr baş verir. Sənin fəlsəfə müəllimin dünya ilə həmahəng deyilsə, sənin tarix müəllimin dünya ilə ayaqlaşmırsa, xəbəri yoxdursa, sənin uşaqların, tələbələrin dünya ilə ayaqlaşmırsa, burada təhsilin inkişafa hansı töhfəsindən söhbət gedə bilər? Sənin elmlər akademiyanda olan ştat tədqiqatçıların mütləq əksəriyyəti sadəcə vaxt sərf eləmək üçün, vaxt öldürmək üçün gəlirlər sonra. Burada hansı akademiyanın hansı inkişafa töhfəsindən söhbət gedə bilər? Sadəcə nə bilim 300-500 manat maaş alım, gəlim oturum. Burada sadəcə biz özümüzü aldadırıq.